Metodikasından danışasınız ki, necə müalicə olunur, neçə gün çəkir bunun müalicəsi? Buyurun. Samir bəy, biz hər zaman deyirik və migren xəstəliyinin müalicəsi dünyada yoxdur və bunun müalicəsi, yəni baş ağrısının müalicəsi yalnız bizdə. Çünki niyə? Onun iynə dərmanla müalicəsi yoxdur. Və iynə dərmanla müalicəsi olmadığı üçün də təbii üsullarla müalicə elədiyimiz və mən gələndə təqdim elədiyim Dünya Çin Təbabətı Konfederasiyasının üzvü, Yaponiyanın Beynəlxalq Təşkilatının üzvü və təbii ki, UNESCO Xalq Yaradıcılıq Təşkilatının üzvü. Bu sözlər hamısı migrenə görədir, yəni, onu biləsiniz. Yəni, o baş ağrısı bugün insanların dünya əhalisinin 20-22%-də var və insanlar narahat edir. Ağrı tutanda bir tərəfli tutur, gəlir gözünə vurur, deyir, az qalır gözüm çıxsın və yaxud da ki, keylik yaranır, az qalır yıxılan bir tərəfimdə keylik hiss edirəm. Bəzən deyir, tutanda ağrılar, ürək bulanma verir, hətta şiddətli olanda qusmaya qədər gətirib çıxarır. Bəzən isə göz balacalanır, görmə zəifləyir, bəzən gözünün qabağında qara nöqtələr gedir və yaxud da başında səs olur, qulağında küy olur. Eyni zamanda fobiya formasında bir qorxu şəklində özünü göstərir, qorxurlar bu adamlar. Təbii, tərləmə şəklində özünü göstərə bilər. Bu insanların əhval-ruhiyyəsi olmur. Bu son nəticədə hətta sosial problemlərə gətirib çıxara bilir. Yəni, ailə dağıla bilir, deyir, bunun xarakteri dəyişib, əvvəl belə deyildi. Bu xəstəliklərin əmələ gəlməsində təbii ki, 50-60% irsiyyətin rolu var, atada, anada varsa keçir evladına və yaxud da ki, 50-40% heç bilinmir nədən yarandı. Deyir, mən 20-18 yaş atan, 25 yaş atan heç baş şikayətim olmuş, sonra baş ağrım başladı. Genetik olanda isə bəzən çox erkən, yəni uşaqlıq dövründən də baş ağrıları ola bilər. Hətta 2-3 yaşında uşaqda da baş ağrıları olur. Onun iynə dərmanla dediyim kimi hələlik müalicəsi yoxdur. Müxtəlif vasitələr var, üsullar var, əməliyyatlar var, ancaq doğrultmur özünü. Onun təbii üsullarla niyə biz müalicə elə bilirik? Onun yəni ağrı məhsulları ilə, zəli ilə, bitkilərlə, tam təbii üsullarla müalicə edirik və effekt alırıq. Niyə? Bu xəstəliyin tərcüməsi odur ki, migren xəstəliyində ani bir anda, yatandamı, durandamı, əsəbdənmi, aclıqdanmı, külək dəyəndəmi, gün dəyəndəmi, nədənsə və yaxud ən çox xanımlarda menstrual sikl, yəni aybaşı vaxtı başlayır, ya qutaranda başlayır. Başa gedən damarlarda bir yığılma, sıxılma əmələ gəlir və miqdarı azalır qanın. Miqdarı qanın azaldığı kimi eyni zamanda oksigenin miqdarı azalır. Oksigen də miqdarı azalanda, uşaq ağlayanda, ac qalanda ağlayır, beyin toxuması da ağrı şəklində özünü göstərir. Ora kofe verdin, içdi, isti qrelka qoydun və yaxud da masaj elədin, kamfır ayağınla, nişatır spirtindən, ayağını üstü suya qoydun, banka qoydun boynuna, isti qrelka qoydun, masaj elədin, nə elədin? Biraz o damarın genişləndirən kimi beyin toxumasına gedən qanın miqdarı, oksigenin miqdarı artan kimi deyir, ağrım azaldı. İlkin dövrlərdə ağrı kəsir, ümumiyyətlə kəsir. Sonraki dövrlərdə ağrı kəsmir. Həblərlə kəsirsən, ağrı kəsir. Sonra iynələrlə ağrı kəsir, iynələrlə kəsirsən, sonra heç nə effekt vermir. Və bu insanlar həyatdan bezirlər. Və deyir, son həddə qədər, hətta ölməyə razıyam ki, mən bu ağrıdan canımı qurtarım. Ölməyə ehtiyac yoxdur.